Deyirlər ki, bir neçə ildən sonra hətta müəllimlərə və həkimlərə belə ehtiyac qalmayacaq, çünki süni intellekt onları əvəz edəcək. Amma başqa bir maraqlı araşdırma da aparılıb. Kaldata platformasının araşdırması çərçivəsində süni intellektdən soruşublar ki, bugünkü peşələrin çoxu olmayacaq deyirlər, bəs təzə peşələr yaranacaqmı? O da deyib ki, bəli, yaranacaq. Məsələn, gələcəkdə rəqəmsal reputasiya müdafiəçisi adlı peşə yarana bilər. Bu insanlar sizin adınızdan hazırlanan saxta videolar, klonlaşdırılmış səslər və yalan məlumatlarla mübarizə aparacaqlar. Yəni, internetdə rəqəmsal kimliyinizi qoruyacaqlar. Başqa maraqlı peşə şəxsi məlumat agentidir. Necə ki, bugün əmlak agentləri ev alıb satmağa kömək edir, gələcəkdə bu insanlar sizin məlumatlarınızı hansı şirkətin hansı məqsədlə və hansı şərtlərlə istifadə edə biləcəyini idarə edəcəklər. Başqa bir maraqlı peşə insan və süni intellekt münasibətləri üzrə məsləhətçidir. İnsanların chatbotlara, robotlara və virtual obrazlara emosional bağlanması artdıqca, belə münasibətlərlə bağlı problemlərin həlli üçün ayrıca mütəxəssislərə ehtiyac yarana biləcəyi düşünülür. Hətta gələcəkdə şirkətlərin daxilində filosofların işləyə biləcəyi də qeyd olunur. Onların işi yeni texnologiya ortaya çıxanda sadə bir suala cavab tapmaq olacaq. Bunu edə bilirik, amma etməliyikmi? Yəni, süni intellekt bəzi peşələri aradan qaldırdığı kimi görünür, bugün adını belə eşitmədiyimiz tamamilə yeni peşələrin yaranmasına da səbəb olacaq.